Salam, Allah'tan hər bir evə ruzu bərəkət arzu edirəm. Mən bugün nar soslu balıq hazırlayıram. Onun üçün mənə lazımdır balıq, nar suyu, nar dənələri, soğan, duz, istiot. İndi isə balığımızı tikələrə ayıraq. Mən sümüksüz balıq götürmüşəm. Sümüklü balıqla da çox gözəl olur. Bismillah. İndi isə soğanlarımızı dilim-dilim doğrayırıq. Mən 2 soğan götürmüşəm. İstəyən soğanını artıq da yeyə bilər. Soğanlarımızı doğradıktan sonra biraz yağda kızardırıq. Yağımız erdıktan sonra soğanları əlavə edirik. Artıq soğanlarımız kızardı. Soğanı çox kızartmırıq. Balıqları yuyub suyunu süzdürdükdən sonra duz, istiot vurup biraz yağda o yüz bu yüz kızardırıq. Balıkların her gün su bölgesini kızardırıp çok kızartmırız. Artık balıklarımız kızardı. İncisi getirelim. Əvvəlcə qazanın dibinə kızarttığımız soğanları düzürük. İndi isə kızarttığımız balıqları tavaya düşürük. Biraz üzerine de kızarttığımız soğandan düzürük. Duz, istiot kızardığında vurmuştuk diye tuz vurmuram. Üzerine 1 stəkan nar şirəsi töküyük. Koyuruq qaynamağa. Qaynadıktan sonra astaq oda koyur, yarım saat pişiririk. Artıq yarım saat keçdi. Balığımızın narını əlavə edirik. 5 dəqiqədə narla bir yerdə qaynadırıq. Yeməyimiz hazırdır. Hazırlayıb yeyən hər kəsə nuş olsun.